Salamlayıram Müslüman dünyasının değerli, özünə məxsus izləyicilərini, bütün insanların timsalında. Müslüman dünyasının en güzel, en değerli, misilsiz nümunəsi sayılan ve bütün hayatını İslam dünyasının yayılmasına ve onun mükemmelliyine həsr edən İmam Hüseyin İbn Əli nəhəng bir şəxsiyyətdir, simadır. Bu sima bütün varlığını İslamın tərəqqisinə və mənəvi dəyərlərinə həsr etmişdir. İmam Hüseyini tanıyıb başa düşməyənlər və onların fikirləri maddi aləmin təsviri ilə məhdudlaşdığına görə onlar İmam Hüseyin şəxsiyyətinə malik olan mənəvi zənginliyi, əxlaqi saflığı, fiziki kamilliyi və onun iç dünyasının çox nadir elementlərini aşkar edib izah etməkdə çətinlik çəkirlər. Təbii ki, əgər İmam Hüseyini tanımaq istəyirsənsə, özünü müsəlman hesab edirsənsə, doğrudan da İmam Hüseyin aşiqisənsə, onda sənin bütün söylədiklərin fəzilətli olmalı, etdiklərin, bütün əməllərin fəzilət məzmunundan ibarət olmalıdır ki, bütün bunun sayəsində sən də İmam Hüseynin qüdrət enerjisinin təzahürləri ilə birləşib, həmin təzahürlər sənin həyatına təntənə ilə daxil ola bilsin. Yox, əgər bu belə olmazsa, sən haqqı tanımazsan, ədalətsiz olarsan və haqqın nə demək olduğunu, Allahın nə demək olduğunu dərk edə bilməzsən. Demək, bunun əksi o zaman səndə elə bir dəyərlər yaradacaq ki, sən yalanlar nəhrinə, xəstəliyinə tutulacaqsan, sənin olduğun həyatda, yaşadığın dünyada, üstündə gəzdiyin məkanda və sənə malik olan vətəndə sən yalanlar nəhrinə bənzəyəcəksən. Odur ki, mütləqdir ki, İmam Hüseyini biz dəqiq olduğu kimi qəbul edək. Və eyni zamanda İmam Hüseyin elmə də böyük yer verirdi, həqiqətə də böyük yer verirdi. Ümumiyyətlə, o həqiqətə yer verərkən həqiqət ünvanının əlçatmaz və erişməz zirvələrlə nüfuz edərək həqiqətin ən kiçik çalarlarını insanlara çatdırmağa çalışırdı. Və həqiqəti çatdırarkən o sadəlövhcəsinə deyil, onu təsadüfi cəhətlərdən ayırıb, onun ümumi həyat təsvirini verə bilirdi. Və eyni zamanda elmə də böyük yer verərək, elm səhərəcən nağıl danışan dayə deyil, əyləncələr ötürü düzəldilmiş uşaq oyuncağı olmadığını dərk edərək və bunu çatdıraraq elmin həqiqətlə həmahəng olduğunu böyük məmnuniyyətlə çatdırırdı. Və eyni zamanda İmam Hüseyin şəxsiyyəti çox güclü, mükəmməl cömertliyə malik olduğu üçün güclü şərəfə malik idi. O, gecələr çəkdiyi əzablara, gündüzlər amansız hərəkətlərinə və fikir düşüncələrinə baxmayaraq İmam Hüseyin heç vaxt şərəfini məhv olmağa qoymurdu. Onu hər hansı bir maddi hisslərlə, duyğularla, maddi nemətlərlə əldə eləmək mümkün deyildi ki, o şərəfini qurban vermirdi. Hətta İmam Hüseyin ölümə getdiyini bildiyi anlarda da öz şərəfini heç nəyə dəyişmədi. Çünki onun şərəfi o qədər güclü idi ki, o ilahi varlığın mühakimələrinə öz şərəfinin, zinətinin və eyni zamanda vicdanın daxil hissəsi ilə qulaq asmağı bacarırdı. Təbii ki, dəyərli dostlar, biz də hazırki devrimizdə gənclərimizə, ictimai həyata qədəm qoyan yeni gənclərə İmam Hüseyini ağlamaq kimi deyil, İmam Hüseyinin adı gələndə başını aşağı dikmək kimi deyil, İmam Hüseyini qılıncla birdən-birə vurub yüzlərlə insanı məhv etməklik deyil, heç vaxt İmam Hüseyin insanları öldürməyib və İmam Hüseyinin malik olduğu dəyərlərə, o saf niyyətinə, əqlinə, zəkasına, ilahi varlığını ona bəxş etdiyi potensial gücündən səmərəli surətdə istifadə etdiyi elementlərə söykənərək biz gənclərimizə nümunə olaraq onun hərəkət tərzini aşılamalıyıq ki, gənclərimiz də İmam Hüseyində olan həmin elementləri öz atributlarına çevirərək özlərinin həyat yolunda ana xətti kimi istifadə edə bilsinlər. Diqqətə görə çox sağ olun.